Salam dəyərli tələbələr, növbəti dərsimiz bizim ən çox verilən müəllim cümlə qura bilirik, amma sual verə bilmirik. Sual necə veririk? Sualda da elə bir çətin bir şey yoxdur. Special questions, yəni xüsusi suallar. Məsələn, xüsusi suallar burada qeyd etmişəm bəzilərini, təbii ki, olmayanlar da var. Ən vacibləri məsəl üçün what nə deməkdir, why, niyə, deyişinə fikir verin, where, hara, who, kim, how, necə, how old, neçə yaş, how tall, nə hündürlükdə, how long, nə zaman. Yəni burada how long nə qədər müddətdə müddəti göstərir. Yəni nə müddətdir burada işləyirsən, müddət periodu. How much, neçəyə nə qədər pul və zamanlarda işlənir. Məsələn, nə qədər pulun var və yaxud da ki, how much, nə qədər vaxtımız qalıb, bax bu mənada. How many, pul və zamandan başqa nə qədər yerdə qalanlarla, how wait, neçəkidə mənasını verir. Düsturumuz nədir? Xüsusi sualları bildik. Məsələn, xüsusi suallardan burada which-i də əlavə eləyə bilərik. Hansı deməkdir? Hansı deməkdir? Sorry. Xüsusi suallarda necə? Həmişə birinci xüsusi suallar gəlir. Yazıram, burada xüsusi suallar gəlir. Xüsusi suallar köməkçi fe'limiz, mübtədamız, fe'limiz, 5 cümləmiz. Məsəl üçün, belə bir cümlə var. Dostumdan soruşuram ki, Bakıda harada işləyirsən? Deyirəm, where, xüsusi sualımız, where do, köməkçi fe'limiz, you, mübtədamız, work fe'limiz, in Bakuda cümləmiz. Məsəl üçün, where, xüsusi suallarımızdan biri, do, köməkçim, you, mübtədam, work, fe'lim, nə etmək, in Baku cümləmiz. Məsəl üçün, belə bir sualım var ki, deyirəm ki, Akif niyə işləmir? Məsəl üçün, və yaxud da ki, Akif niyə işləyir? Deyirəm, why does Akif work? Akif niyə işləyir? Məsəl üçün, why xüsusi sualımız, Akif does köməkçi qisəmiz, köməkçi fe'limiz, Akif mübtədamız, work fe'limiz. Tamam mı? Cümlə də olsa, təbii ki, növbətdə gələn nə olardı? Cümləmiz gələr. Düstur necə oldu? Birinci xüsusi suallar, ikinci köməkçi fe'l, növbəti mübtədamız, 4-də fe'limiz, 5-də cümləmiz. Hər birinizə uğurlar arzu edirəm. Çox primitiv və sadədir. Sadəcə olaraq praktik etmək və qaydanı əzbərləmək.